Əyyubilər əsasən Ərbil, Mosul və Əxlat şəhərlərinə iddia edirdilər. Hətta Səlahiddin Əyyubi öz ordusu ilə Əxlat şəhərini ələ keçirmək üçün bura yaxınlaşmışdı da. Lakin biz tarixi qaynaqlardan bilirik ki, Atabəy Məhəmməd Cahan Pəhləvanın qızı Cəlaliyə Əxlat hakimi ilə evli idi və dolayısıyla Məhəmməd Cahan Pəhləvan buranı öz qızının mülkü sayırdı və buna görə də o da ordu ilə hərəkət etdi. İki ordu, yəni Əyyubilərlə Atabəylərin ordusu üz-üzə gəlsə də bu üzləşmə bir müharibə ilə nəticələnmədi. Çünki istər Səlahiddin Əyyubi, istər Məhəmməd Cahan Pəhləvan hər ikisi müdrik insanlar idilər. Bəli, müdrik insanlar idi və İslam tarixində də, Müsəlman Türk tarixində də dərin iz qoymuş böyük şəxsiyyətlər idi və buna görə də onlar öz aralarında razılaşdılar və Əyyubilər qəbul elədilər ki, Əxlat həqiqətən də Azərbaycan hakimlərinin mülküdür və müharibədən vaz keçdilər. Lakin Ərbil və Mosulun bir müddət sonra hakimiyyət dəyişikliyindən sonra Əyyubilərə tabe olduğunu gördük. Amma bu iki dövlət arasında heç bir halda müharibə baş vermədi.